Investasiya investisiya şirkəti sizi salamlayır. Amerika Mərkəzi Bankının mart ayının 15-nə planlaşdırılan faiz qərarı ilə bağlı toplantısı zamanı faiz dərəcəsinin artırılma ehtimallarının güclənməsi maliyyə bazarlarında da dolların bahalaşmasına təsir edib. Bununla yanaşı bugün Bakı vaxtı ilə saat 22:00-da Fedin sədri Janet Yellenin Chicago'da Amerika iqtisadiyyatı ilə bağlı çıxışı gözlənilir. Çıxış zamanı valyuta bazarlarında ticarət aktivliyinin artacağı ehtimal edilir. Avro-dollar məzənnəsi isə gözlənildiyi kimi artıq 1.0494 səviyyəsinə kimi ucuzlaşıb. Texniki təhlillər onu göstərir ki, məzənnə 1.0494 səviyyəsi üzərində qalarsa, 1.0560 səviyyəsinə kimi korreksiya edə bilər. Əks təqdirdə ucuzlaşmanın 1.0455 səviyyəsinə kimi davam edəcəyi proqnozlaşdırılır. Dolların dünya bazarlarında bahalaşması qızılın unsiya dəyərinin ucuzlaşmasına səbəb olub. Belə ki, qızılın bir unsiyasının qiyməti 1231 dollara kimi ucuzlaşıb və 1223 dollara kimi də ucuzlaşa bilər. Investasiya şirkəti sizə ticarətinizdə uğurlar arzulayır.